Salam, Kodirotes Bankının say sistemləri mövzusunda 2.5 möhkəmləndirici tapşırıqlardan 11-cidə qalmışdıq. 10 dənəsinin 10 sualı izahını vermişəm. 11-ci sualdan başlayaq. Deməli, deyir ki, verilmiş bərabərlik üçün x və y-in ən kiçik qiymətini müəyyən edin. Burada deməli, baxıram, ən kiçik qiyməti nə ala bilər? Misal, burada 2 və 5 var, yəni ən böyüyü 6 ala bilər, misal üçün 6 ola bilər. Deyək ki, burada 5'lik ola bilər. 6'lıq, 5'lik belə ola bilər. Amma baxıram 6'lıq və 5'lik belə yoxdur. Elə bunu gəlin açıq yazılışdan 2, 5, ikisi say sistemində 0, 1 yazırıq. Açırıq bunu. 2 vurulsun 2 üstü 1 edir 2x. Üstəgəl 5 vurulsun 2 üstü 0 edir 5. Bu belədir. 43'ü isə buradan yazdım bir dəqiqə. 43 y-lik say sistemində 0, 1. 0, 1. 4 vurulsun y üstü 1, 4y. Üstəgəl 3 vurulsun y üstü 0, 3. Mən baxıram, bundan sonra yerinə qoyacaq rəqəmləri. Yəni, açılışları belədir. Elə bir 2x, alt-alta yazaq bir dəqiqə. 2x üstəgəl 5. Daha doğrusu qabaq-qabağa yazaq. Yan-yana yazaq, çünki bərabər olmalıdır. Yerinə qoyub tapanda daha rahat olsun deyə. 2x üstəgəl 5 bərabərdir 4y üstəgəl 3. Deməli, baxıram. Burada baxıram, ən böyük, deyək ki, ən kiçik 6'lıq say sistemində qoya bilərəm olsun. Bu da ən kiçik 5'likdə olsun. Deyək ki, y-i 5'lik hesab eləsəm, y-i ən böyük 5'lik hesab eləsəm, bura 5 qoysam, y-in yerinə 5 qoysam, yəni açılışda 5 olsa, bax, bura 5 olsa, demək, bu da 5 olacaq da, 4'ü 5'ə vuracaq. 4 dəfə 5'in 20, üstünə 3'ün gəlində 23 edir. Yəni, mən x-i tapsam, 2x üstəgəl 5 bərabərdir 23. 2x bərabərdir, deməli, 23'dən 5'in çıxanda 18. X də bərabərdir 9. Demək, x-im 9 olanda y-im 5 olur. Mən buradan belə tapdım olsa, x-im 9, y-i birinci ən kiçik dediyinə görə, bax, burada ən kiçik dediyinə görə mən ən kiçik 5 verdim bura. Və bu tərəfi 5 verəndən sonra digər x-i tapıram. X-im də nə zaman bu ikisi bərabər olur? X-ə də 9'luq verəndə, yəni 9'luq say sistemi olanda. C variantı. Bu daha tezdir. Digər tərəfdən də, məsələn, bəzi uşaqlar bunu bacarmırsa, yerinə də qoyub eləyə bilər. Amma bu vaxt itkisidir. Misal üçün, bax, deyək ki, yerinə qoysaq, burada 5 və burada ola bilməz. Niyə? Onu da izah edeyim. 5'lik say sistemi bax, ən kiçikdir. Burada kiçikdir. Yəni, normalda 9 və 5 da tərsin oldu da. Burada görürsən, 9 bu kiçik ədəd olmalıdır ki, qarşısındakı kiçik say sistemində olanda böyük ədəd olur. Yəni, burada 25 5'lik say sistemində 9'luq say sistemində 43 ola bilməz. Yəni, 9'luq say sistemində olmamalıdır. 5'dən kiçik bir say sistemi olmalıdır ki, deyək, uyğun olsun. Çünki bu tərəf kiçikdir. Bu tərəf kiçiksə, kiçik say sistemində demək ola bilməz, böyük say sistemində olmalıdır. Bu tərəf böyükdür, bu da kiçik say sistemində olmalıdır. Ona görə A variantını ümumiyyətlə çıxırıq. Burada 4 var, onsuz da 4 ola bilməz. Bax, y-ə 4 verib, variantları belə çıxıram. Sonra burada 3 var, 3'lük ola bilməz. Məsəl üçün 5 var, çünki buradan da çıxıram. Y variantında da yenə 4 var burada, 4 ola bilməz, çünki 5 var. Ona görə buradan belə çıxıram. İndi burada amma yerinə qoyub hesablama ola bilər. Yəni, belə burada məsələn tapmaca tapar kimi tapmaq olar. Belə yazmasan da, amma aşağıda onu eləyə bilmirik. Demək, 13-cü suala baxırıq. Bərabərlik üçün x və y-in ən kiçik qiymətini müəyyən edin. Yenə bunu da bu yuxarıdakı kimi açaq. Açıq yazılışla. Demək, burada necə olur? 1 vurulsun 2 üstü 1. 1 vurulsun 2 üstü 1, üstəgəl 4 vurulsun 2 üstü 0. Bu neçə olur? 2 üstəgəl 4. 2 üstəgəl 4 bərabərdir. 4 vurulsun y üstü 1, üstəgəl 1 vurulsun y üstü 0. Bunu da açanda belə olur. Burada 4y üstəgəl 1. Baxıram, burada ən kiçik qiymət dediyinə görə mən bura hansı qiyməti qoya bilərəm? Yəni, bura hansı ən kiçik qiymət ola bilər? 4'dən böyük olmalıdır da, yəni. Y-im 4'dən böyük olmalıdır. Yəni, y böyükdür 4 deyək ki.
Y 4-dən böyük olmalıdır. Avtomatik olaraq x də 4-dən böyük olmalıdır. Yəni x də 4-dən böyük olmalıdır. Deməli mən bura böyük olduğu üçün ən kiçik dediyi üçün 5 qoya bilərəm bunun yerinə. Yəni 4-dən böyük 5-i qoya bilərəm. X hələ qalır. Deyək ki, 2 + 4 bərabərdir. Bunun yerinə 5 qoysam, 4 vurulsun 5, 20. 20-nin üstünə 1-in 21. Buradan x-i tapsam, x bərabərdir. 21-dən 4-ünü çıxsam, eləyir 17. Demək, y-in yerinə 5 qoyanda x-im 17 eləyir. Burada da var. X-im 17, y-im deməli 5 D variantıdır. Belə eləməyib, məsəl üçün daha belə ağır varianta keçsəz, əgər belə bunu hesablamağı bilməsəz və ya yadınızdadırsa, gərək hamısını bir-bir yoxlayasınız. Yerinə qoyasınız. Məsələn, deyək ki, bax bura qoymalısınız 15-lik say sistemi yerinə bir-bir iki tərəfi də bir-birinə bərabər eləməlisiniz. Deməli 1 vurulsun 15, 15 üstəgəl 4. 15-in üstünə 4. 15 üstəgəl 4 necə eləyir? 19. Bu tərəfdə 19 almalıyıq. Deyək ki, 9 qoysam 4 vurulsun 9. Bax bura 9. 4 vurulsun 9 üstünə 1. 4 dəfə 9 36. 36-nın üstünə 1 37. Yəni 19 37 bərabər deyil axı. Bu demək olmur. Sonra keçib bu birini yoxlamalısınız, digərini yoxlamalısınız və s. Yəni ona görə bu vaxt itkisidir. Bu qaydanı bilsəniz daha yaxşı olar. Bu da asan qaydadır. Yəni orada cavablar verir. Daha doğrusu qiymətlər burada verir. Sən açırsan və burada da ən kiçik qiymət dediyinə görə baxıram ki, mən burada ən kiçik nəyə verə bilərəm? Y-ə 5 verə bilərəm, ən kiçiyi. Demək ki, bu birlərin üstünə çəkib bu ikisinə baxıram. İndi buradan da 5 versəm əgər bura, bunun qiyməti olur neçə? 21 olur. Buradan da x-i tapanda, x üstəgəl 4 bərabərdir 21. Buradan da x-i tapanda eləyir 17. Deməli, biri 5, biri də 17 olur. D variantı. 13-cü suala baxırıq. 13-cü sualda deməli, ikilik say sistemində olan ədədlərin cəmini onluq say sistemində müəyyən edin. Biz ikilikdə də toplamağı bacarırıq artıq. Yəni bir yerdə yazıb toplaya bilərik və yaxud da elə keçirdib onluğa toplaya bilərik. Onluğa keçirmə qaydası daha rahatdır. 2, 1, 2, 4, 8, 16. 1, 2, 4, 8, 16. Bu 32-ni olsa yazmıram. Bu 0 olduğuna görə bu 32-də yazmıram. Bu da 64-dür. Birləri toplayıram. Buradan da birləri toplayırıq. 16-nın üstünə 4-ünü gəlirim. 20, üstünə 2-sinə 22, üstünə 1-in 23. Demək, birinci oldu 23. Burada demək 64, 64-ün üstünə 16-sını gələndə 70, 80, 88, deməli 92, 92-nin üstünə ikisini 94, 95. 23-ün üstünə 95-in gəlirim. O da edir 8, 11, 118 A variantı. 14-cü sualda nə deyir? 14-cü sualda da deyir ifadəsində doğrulduğu say sisteminin əsasını müəyyən edin. Belə bəndlərə baxıram, onluq ola bilməz. Misal üçün 5-lik ola bilməz, başdan gəlirim. 5-lik ola bilməz, çünki bax nətər 5-lik var, axı burada 5 var. Ona görə 5-lik olamaz, 4 heç olamaz. Onluq say sistemi olamaz. Niyə? Baxıram ki, 234-ün üstünə 345 gələndə 1023 eləyib. Yəni x burada nətər onluq ola bilər ki? 1023 etmir axı. Demək, ona görə belə ikilik say sistemi ola bilməz. 0 və 1 olmalıdır. Yerdə qalır 6-lıq say sistemi. Yəni asan belə tapılır. 15 hansı say sistemlərində 51 ədədi 3 rəqəmi ilə qurtarmır? Aha. Deməli, üçlük say sisteminə baxanda, üçlük say sistemində hansı rəqəmlər iştirak edir? Daha doğrusu 3 rəqəmi ilə qurtarmır. Üçlük yox, 3 rəqəmi ilə qurtarmır. 51 onluq ədədi 3 rəqəmi ilə qurtarmır. Deməli, 51 48-likdə olarsa, məsələn, 51 ədədi 48-lik say sistemində olarsa və yaxud da 51 ədədi 4-lük say sistemində olarsa, 6-lıqda, 24-də belə. Onun deməli, onluq ədədi, daha doğrusu onluq ədədi çevirəndə, bir dəqiqə üzr istəyirəm. Burada deyir ki, çevirəndə, say sistemində olanda deyil. Yəni ki, 51-i 48-yə çevirəndə 3 bitirsə, bu olmur. Deməli, əgər bunu 51-i 4-ə böləndə 3 rəqəmi ilə bitməməlidir. 6-ya böləndə hansında bitirsə, o götürülməyəcək. Məsələn, 51-i 48-lik say sisteminə keçidəndə 51-i nə edirik? Bölürük 48-ə. Aha, deyək ki, bir dəfə 48-in 48, buradan deməli 11
11'dən 8, 3 qalır. Vəssalam, burada 3 qalır. Bax, 3 düşür axı. Bu deməli 3 ilə qurtarır. Çünki biz belə yazacağıq. 13 olacaq burada cavab. Ona görə 3 ilə qurtaracaq da, yəni. Bizdə də qurtarmır soruşur. Deməli, A variantı deyil. Sonra 51-i dördlük say sisteminə çevirəndə, 4-ə böləndə buradan deməli nə düşür? 4, 1 ilə belə hesablayaq. Yaxşı, 1 qalır, bölünür 11. 2 dəfə 8, 11-dən 8-ini 3-ü. Bax, bu da 3 ilə qurtardı. Yəni, bu da bölünsə onsuz da fərqi yoxdur. Axıra bu 3 düşür. Ona görə dördlüyü də çıxırıq. 16-lıq say sisteminə baxaq. 16-lıq say sistemində də yenə daha doğrusu 6-lıq. 51-i 6-lıq say sisteminə baxsaq, 51 6-lıq say sisteminə çevirsək, baxaq ki, 3 ilə qurtarırmı ya yox. 51-i 6-ya böləndə deyək ki, 9 dəfə 54 düşür. Ona görə 8 dəfə 6-nı 48. Bayaq elə eləmişdik, 48-likdə düşmüşdü 3. Yəni 11-dən 8-in çıxanda burada 3 qalır. Ona görə bu da olmadı. Çünki 3 ilə bitəcək axırı. 6-lığa da çıxdıq. 24-lüyə baxaq. Deməli 51 bölünsün 24. 51-i 24-ə böləndə deməli neçə düşdü? Nə idi? Aha. 51-i 24-ə böləndə deməli burada 2 dəfə düşür, da 48 eləyir. Yenə bax 51-dən 48-in 3 qalır, 24 də olmur və sonda gəlir elə 15 də olur. Yəni 15-də qalmayacaq. Yoxlaya da bilərik, ancaq da digərlərin heç biri uymursa, demək ki, o olur. Məsələn, bax deyək ki, 51 bölünsün 15. Bura nə düşür? 3 dəfə düşəndə 45 olur da deyəsən, aha. 45, aha. Buradan da 11-dən 5-in çıxanda 6 qalır. Aha, sonda bu 6 qalır. Yəni bu doğru variantdır. Hansı ədəd 8-lik say sistemin ədədi ola bilməz? 8-lik say sistemi ədədi ola bilməz. Bax, bu ədəd 8-lik ola bilər. Çünki bütün rəqəmlər var. Bu ədəd ola bilər. Bütün rəqəmlər var. Amma bax, burada 8 var. Yəni 8-lik say sisteminin 8-in özü iştirak etmir. Sonra 17-yə baxaq. 17-də belə bir ifadə verib. 3-ün üstünə 3-ün gəlib 10 eləyib. Yəni 3-ün üstünə 3-ün gəlib neçə eləyir? 6 eləyir. Amma 6-ın yerinə 10 yazıb. Biz bundan qabaqçı testimizdə də deməli demişdik ki, hər hansı say sistemində 10 o say sisteminin əsasını bildirir. Yəni burada artıq bilinir ki, bu 6-dır. Amma yenə də açıb yoxlaya da bilərik. Açıq yazılış formasından bu olur 3. Deməli üstəgəl 3. Yox, elə belə bunu açmalıyıq. Bu da eləyir deməli x bərabərdir elə 6 eləyəcək də. Yəni 3 üstəgəl 3 bərabərdir. Bu da x olacaq. X də bərabərdir 6. Belə də eləyə bilərsiniz, aça bilərsiniz. Amma belə yəni bilinir ki, yadınızda belə saxlayın ki, 10 bütün say sistemlərində o say sistemin əsasını göstərir. 3-ün üstünə 3-ün əgər 6-nı 10 kimi göstərir, demək ki, bu 6-lıqdadır. 18-də meyvə bağında 30 x-lik say sistemində alma, 21 armud, 5 cavalı və 4 albalı ağacı var. Bağda cəmi 63 ağac var. Ağacların sayı hansı say sistemində verilib və bağda neçə ağacın olduğunu onluq say sistemində ifadə edin. Demək, bunları biz cəmini toplayıb 63-ə bərabər edəcəyik. Necə ki, yuxarıda ədədlər var idi. Bax, belə toplamalıyıq. Deməli, 30 üstəgəl 21, buradan yazıram, 30. x-likdə üstəgəl 21 x-likdə üstəgəl 5 x-likdə üstəgəl 4 x-likdə bərabərdir 63. Bunların hamısını cəmləyib 63 eləyib x-likdə. Aha, hansı say sistemində verilib onu tapmalıyıq. Məsələn, burada 8-lik var, 9-luq, 7-lik, 7-lik və 6-lıq var. Demək, burada 6-lıq ola bilməz. Niyə? Çünki 6-da 6 iştirak etmir. Burada amma 63 var. Ona görə də bu Y variantı avtomatik gedir. Amma digərləri uyğundur. Yəni, ola bilər. Yəni, bütün hamısı var. Hamısında var bu ədədlər. Bunu açıq yazılışdan istifadə edərək açırıq. Məsələn, deyək ki, 30 vurulsun 2 üstü 1. Yəni, 3 vurulsun 2 üstü 1, o eləyir 3 2 üstəgəl. Bu da 0 eləyir, onsuz da 30-un yanında 0 var. 0-ı da 2 vurulsun 0 eləyir. Ona görə yazmıram. Keçirəm buna 2 2 buradan. 2 vurulsun 2 üstü 1, 2 2 edir. 2 2 üstəgəl. 1 vurulsun 2 üstü 0, 1'dir.
Üstəgəl bu 5 deyiləm. 5 üstəgəl 4 bərabərdir. 60 buradan yazım. 3 ikiz üstəgəl 2 ikiz üstəgəl 1 üstəgəl 5 üstəgəl 4 bərabərdir 63. 63'ü de daha doğrusu ataq. Bir dəqiqə 6 ikiz üstəgəl 3. Yəqin ki görərsiniz. Deməli, bir dəqiqə daha səliqəli yazım. Yaxşı görəsiniz. Silinəcək. 3 ikiz. Demək 0'ı yazmadıq dedik. Üstəgəl 2 ikiz üstəgəl 1 üstəgəl 5 üstəgəl 4 üstəgəl 6 2 üstəgəl deyilin bərabərdir. 6 ikiz üstəgəl 3. 3 ikizlə 2 ikiz 5 ikiz burada idi. 5 ikiz üstəgəl 1 üstə 5 6 6'nın üstünə 4'ünü 10 10 bərabərdir. 6 ikiz üstəgəl 3. Buradan deməli o tərəfə bu tərəfə keçsək burada qalır 2 bərabərdir 7. Aha. Tapdıq ki deməli bu nəymiş? 7'lik say sistemindəymiş. 7'lik say sistemində deyir indi biz ikisində var. C-də var, D-də var. İndi baxaq görək 34'dürmü yoxsa 45'dirmi? Nəyi soruşuruz birdən? Deyə ağacların neçə ağacın olduğunu onluq say sistemində ifadə edin. Yəni neçə dənə ağac var idi? 63 dənə. Deməli 63 də 7'likdə idi. Yəni 63 7'likdəymiş axı. Bunu onluğa çevirməli. Onluğa çevirərkən də açıq yazılışdan da bayaq elədiyimiz kimi 0 1. 6 vurulsun 7 üstü 1. Yəni 6 vurulsun 7 üstəgəl 3 vurulsun 7 üstü 0 3 edir. 6 və 7'nin 42. 42'nin də üstünə 3'ün gələndə eləyir 45. Demək D variantı 7'likdəymiş 63 də 45'dir. Onluqda. 19-cu sualda nə deyir? 19'da deməli verilmiş ədədlərdən ən böyük ədədi müəyyən edin deyir. Ən böyük ədəd hansıdır? Bunu da çevirərək onluğa deməli müqayisə eləmək olar. Misal üçün bax bunu 3 D 7 7 deməli 16'lıq say sistemində çeviririk onluğa 0 1 2 3 vurulsun 16 üstü 2 3 vurulsun 16 üstü 2 üstəgəl D neçə idi? Deməli 13 idi. 13 vurulsun 16 üstü 1. Yəni 13'ü vururam 16'ya. Üstəgəl 7 vurulsun 16 üstü 0 o da eləyir 7. Bərabərdir 16'nın kvadratı eləyir deməli 256. 256'nı 3'ə vuranda. 256'nı 3'ə. 16 1 6 1 768 768 yəqin ki düz hesablayaram. Üstəgəl 13'ü 14'ə vururuq. 13 vurulsun 14 5 13 2 8 1 182 182 üstəgəl 7 bərabərdir. Demək 767'nin üstünə 182'nin gələndə neçə eləyir? Altdan yazım 767 üstəgəl 182 demək üstəgəl 7. Sondakını da yazaq. 9 üstünə 7 gələndə eləyir 16. 6 yazıram bir yadda. Buradan deməli 14 bir yadda 15 5 yazıram bir yadda. 8 bir yadda 9 956. Bu nədir demək 956. Misal bu belə 956'dır. Sonra buna baxaram 1 2 4 8 16 32 64 bunlar 0'dır yazmıram. Bu da 0 yazısını yazmaya bilərdim. Bu da 128 edir. 128 ilə 16'ın cəmləyirəm. 128'in üstünə 16 gələndə neçə edir? 128 üstünə 16. Deməli olur 144. 144. 144'ün üstünə gəlirəm. Bunu nəzərə almıram. Bu heç 144'ün üstünə 4'ün 148. Üstünə də bu ikisini üçünü deməli eləyir 151. 151. Demək bu da bu kiçikdir məsəl üçün. Bu böyük deyil. Burada məsəl üçün 9 neçə almışdım. Bu kiçikdir. Yəni bunu olsa saymayacaq. D variantını çıxırıq. Sonra gəlir burada 8'likdən. 8'likdən yenə çeviririk biz.
deməli nəyə? Onluq say sisteminə. Bura baxarıq. Yaxşı, baxaq. Deməli, 3 vurulsun 8-in kvadratı. 3 vurulsun 8-in kvadratı 64. Üstə gəl. 7 vurulsun 8 üstü 1. Yəni 7 vurulsun 8, 56. Üstə gəl. 5 vurulsun 8 üstü 0, 5'dir. 3'də 4'ün 12, 1 yadda. 3'də 6'ın 8, 1 də 19, 192. Üstə gəl. 56'ın üstünə 5'in gələndə eləyir 61. 61. Buradan da 192'nin üstünə 61'in gələndə eləyir 253. 253. Bu da 253 eləyir. Yəni bu da bundan kiçikdir. Birinci A variantından kiçikdir ilə bunu da çıxırıq. Sonra keçirəm C variantına. Da bir yer açaq. C variantı nəymiş? 1, 3, 4, 2, 5, 4, 5'lik say sistemidir. Yəqin ki, bu olacaq. Çünki daha böyük görsənir. 1, 3, 4, 2, 4, 5'lik say sistemində burada yazıram. Deməli, 0, 1, 2, 3, 4 yazdım. Bir dəqiqə. Deməli, 0, 1, 2, 3, 4. Yəqin ki, görsənir. Aha. 1 vurulsun 5 üstü 4. 1 vurulsun 5 üstü 4 üstə gəl. 3 vurulsun 5 üstü 3. 3 vurulsun 5 üstü 3. Üstə gəl. 4 vurulsun 5 üstü 2. Üstə gəl. 2 vurulsun 5 üstü 1. 2 vurulsun 5 üstü 1. Sonra 4 vurulsun 5 üstü 0. Bərabərdir. 1 vurulsun 5 üstü 4'e. 5 üstü 4 neçə eləyir? Deməli 5 üstü 4 bir dəqiqə. 625. 5 üstü 4 625. Üstə gəl. 5'in kubu 125. 125'i de 3'e vuranda. 125'i 3'e vuranda. 6 1 7 7 3 375. 375. Üstə gəl. 5'in kvadratı 25. 25'i 4'e vuranda 100. Üstə gəl. 5 üstü 1 5. 2'ni 5'e vuranda 10. Üstə gəl. 5 üstü 0 1. 4'ü 1'e vuranda 4. Bunlar cəmləyəndə baxıram ki, bayaq burada sildim düzdür, amma 600 yox 900 neçədir? 900 neçədən çox edir. Yəni A variantından çox edir. Bax bundan çox edir. Ona görə elə ən böyüyü də C variantıymış. Yəni bir də toplamıram. Sadəcə A variantını hesaplamışdıq deyə deyirəm. Yaxşı. Keçək indi 20-ci suala. 20-ci sualda belə bir yenə deməli hesablama verir. Doğrulduğu say sistemin əsasını müəyyən edir. Ən kiçik demir, sadəcə doğrulduğu say sistemini müəyyən edir. 35'in üstünə 25'in gələndə 60 eləyir. Amma burada 60 yazıb. Yəni bu onluq ola bilməz deyək ki. İkilik ola bilməz çünki ikilik say sistemində bu ədədlər yoxdur. 7'lik və 8'lik 16'lık da ola bilər. Yəni bunlar da ola bilər. İndi baxaq. Burada bunları yoxlamaq qalacaq. Çünki artıq ən kiçik demir. Ən kiçik desəydi, ən kiçik seçərdik. Amma ən kiçik demir. Doğrulduğu say sistemini müəyyən eləmək. Demək, baxaq indi. Burada yazıram. Demək, 0, 1. 0, 1, 0, 1. Açıq yazılış formasını istifadə edib açırıq. 3 vurulsun 2 üstü 1. 3 2. Üstə gəl. 5 vurulsun 2 üstü 0. 5. Üstə gəl. 2 vurulsun 2 üstü 1. 1. 2 2. Üstə gəl. 5 vurulsun 2 üstü 0. 5. Bərabər. 6 vurulsun 2 üstü 1. 6 2. Üstə gəl. 2 vurulsun 2 üstü 0. 2. 3'dən 2'ni toplayanda edir. Deməli 5. 5 2. Üstə gəl. Burada eləyir 10. Bərabərdə 6 2 üstə gəl 2.
Buradan bu tərəfə keçsəndə qalır 2 bərabərdir 8. Tapdım ki, nəymiş? 8'li say sistemi imiş. A variantı. 21. Aha. Say sistemini müəyyən edin. Yenə eyni qayda ilə bax, üstdəki, yuxarıdakı qaydanı edirik açıq yazılışla ki, tapaq. Belə yoxlaya bilərik ki, onluq edirmi, filan edirmi? 2'lik onsuz da eləmir, 5'lik onsuz da eləmir. Onluq eləyirmi? 18'in üstündə 78'in gələndə deyək ki, edir 80, 96 edir. Ona görə olmur bu. Onluqda heç deyil. Ya 16'lıqda ya da 8'likdədir. 8'likdə ola bilməz. Elə 16'lıqdadır. Çünki burada 8 var. Elə cavab A variantıdır. 21'də A variantıdır. Yaxşı. Sonra keçək 22'yə. 22'də də eyni qaydadır. Baxaq görək. 4'lük deyir. 4'lük ola bilməz. Sonra 34 üstünə 21'in gələndə edir deməli. Bu ilə 55 edir. Onluq ola bilər. Elə onluqdur. Yox. Dəqiqə. Baxaq. 50, 55 bir də yoxlayaq. Çünki ola bilər bu biri bunlarda da 55 eləyə bilər. Deməli baxaq. İndi 5'lik say sistemi eləyə bilməz qaldı bu birlər. Ya açıq yazılışdan yenə istifadə edək. Buraya yazın 0 1 0 1 0 1. 3 vursun ki üstü 1. 3 8 üstəcəl 4 vursun ki üstü 0 3. 4. Üstəcəl 4. Üstəcəl 2 vursun ki üstü 1. 2 2 üstəcəl 1 vursun ki üstü 0 2. 1. Bərabər 5 vursun ki üstü 1. 5 2 üstəcəl 5 vursun ki üstü 0 5. 3 2'sindən 2 2. 5 2. Aha. Burada nəsə bir səhvlik var. Çünki ən kiçik yazmalıydılar. Ən kiçik. Burada səhvlik var. Çünki bax, bu alınmır. Bu alınmır. Ya ən kiçik yazmalıydılar ya da onluqdur. Çünki onluqdur bu elə. Ən kiçik yazsaydılar olar. Burada çünki bərabər gəlir. Yəni ən kiçik yazmalıydılar, belə deyək də. Onluqda edir, amma ən kiçiyi soruşmalı. Onluqda da edir, digərlərində də edir. Sadəcə ən kiçiyi soruşmalıdılar. Ən kiçik də 6'da edirdi. Çünki bir-birinə bərabər gəlir. Yəni bu düzgün alınmır. Sualda nəsə bir yarımçıqlıq var, səhvlik var. Onu qeyd edin. 22'də səhvlik var. Nəsə yarımçıq bir sualdır. 23. Həsən öz yaşı haqqında aşağıdakı fikirləri söyləmişdir. Mənim hal-hazırda 52 yaşım var və bundan 23 il əvvəl, 25 yaşım olanda universiteti bitirmişəm. Həsən öz yaşını hansı say sistemində ifadə edir? Deyir, hazırda 52 yaşım var və bundan 23 il əvvəl, yəni 52-dən deyək ki, 23 il, 23 çıxanda 25 olub. Deməli, yaşım olanda universiteti bitirmişəm. Həsən öz yaşını hansı say sistemində yazır. Deməli, üçlükdə ola bilməz. Çünki üçlük burada olmur. 5'likdə də olanmaz. 5 var. Bunlardan hansısa biri ola bilər. Deməli, 25 yaşım olanda 23'ün üstünə 25'in gələndə deyək ki, 52 eləməlidir. 23'ün üstünə 25'in gələndə edir. Deməli, neçə? 48 edir. 48 52 kimi yazılır. 48'dir. XC say sistemi bilmirəm. Amma normalda daha doğrusu dəqiqə demək gəlini belə eləyək. Yəni 23'ün üstünə 25'in gələndə belə yazaq. Alt-alta yazaq. Elə tapaq. Çünki sizin başa düşəcəyiniz sadə izah belə ola bilər. Misal bax, alt-alta yazıram. 23'ün üstünə 25'in gəlib, cavab eləyib 52. Deyək ki, bax, 3'ün üstünə 5'in gəlib 8'də, amma 2 yazıb. Yəni 8'dən neçəsinin çıxanda 2 olub. Hər hansı bir say sistemin çıxıb ki, 2 qalıb. 8'dən nəyi çıxa bilərəm 2 qalsın? 6'nı çıxa bilərəm də, yəni 2 qalır. 8'dən 6'sını deyək ki, çıxanda 2 qalır, bir də yadda qalır. Sonra 2'nin üstünə 2'nin 4, bir də yaddaydı 5. Yəni 6 ola bilir ancaq bu. Yəni belə daha rahatdır sizin üçün hesablamaq.
Toplayanda biz deyək ki, hər hansı say sistemində misal üçün bilmirdik. Deyək ki, 23 altılıq say sistemi, 25 altılıq say sistemində cəmləyəndə üçün üstünə 5-in gələndə 8 eləyir. 8-likdə altılıqda 8 rəqəmi yoxdur. Ona görə 8-dən 6-sını çıxmalıyıq. 2 düşür, 1 də yadda qalır. 2, 1 yadda. Deyək 2-nin üstünə 2-nin 4-dür. Bir də yadda 5. 5 də altılıq say sistemində var. Ona görə heç bir çıxma əməli eləmirik və 52 yazırıq. Buradan onu da tapdıq ki, elə altılıq say sistemi imiş. Sonra burada 8-lik say sistemindəki ədəddir. Bu tərəfdə x-likdə əsasında x-i müəyyən eləyək. Açıq yazılışdan istifadə edərək hər iki tərəfi açırıq. Deməli, 1 vursun 8 üstü 2, 8-in kvadratı eləyir 64. Üstə gəl, 2 vursun 8 üstü 1, yəni 2-in 8-ə 16. Üstə gəl, 2 vursun 8 üstü 0, 2. Bərabərdir. 8 vursun 2 üstü 1, 8 2. Üstə gəl 2 vursun 2 üstü 0, belə 2. 64, 16, 70, 80, 82. 8 2 bərabərdir. 82 ilə 82 ötəbdə keçəndə 2, 80 qalır. X də bərabərdir. 88-ə böləndə 10. Demək, bu da A variantı 10-luq say sistemində imiş. X. 24, 25'e baxaq. Hesablayın. 8-lik say sistemindədir və cavabı alın. 423, 737. Toplayaq, alaq. 3-ün üstünə 7-sini 10 eləyir. 8-lik say sistemində 10 yoxdur axı. Nə edəcəm? 10-dan çıxacam 8-ini. 10-dan 8-in çıxan necə qalır? 2 qalır və 1 yadda. Yazıram 2, 1 yadda. Yəni məlum oldu ki, artıq budur bax. A variantıdır. Yine devam edeyim. 2'nin üstüne 3'ün 5. 1 yaddaydı 6. 4'ün üstüne 7'ni 11. Deməli 6 onsuz da yəni 8 sistemi var. Ona görə 6 olaraq yazdım. 4'ün üstüne 7'ni 11 edir. 11 də 8 say sistemində yoxdur. 11-dən 8-ni çıxıram. Deməli qalır 3 və 1 yadda. 3'ü yazıram. 1 də yadda qabağa yazıram. 1362 A variantı. 26'da ədədin doğruluğu say sistemi əsasını müəyyən edin. 55, 37. Demək, baxaq görək. 5'in üstünə 7'sini ya belə eləmə, elə açaq eləyək. 0, 1, 0, 1, 0, 1. 5 2 üstə gəl 5. Bunu açan da elə olur. Üstə gəl 3 2 üstə gəl 7. Bərabərdir. 9 2 üstə gəl 2. Burada eləyir 8 2. Üstə gəl 7 ilə 5 deməli 12. 12 bərabərdir. 9 2 üstə gəl 2. 9 2-dən 8 2-sini çıxanda buradan yazıram onu. Qalır 2 bərabərdir. 12-dən də 2-ni çıxanda 10 qalır. Elə 10-luq say sistemində imiş bu C variantı. 26 C variantı. Aha. Sonra 27'ye baxaq. Deyir ki, bir riyaziyyatçı özü haqqında aşağıdakı fikirləri söyləmişdir. Mən 54 yaşında orta yaşlı kişi idim və düz 2 ildən sonra 100 yaşım olacaq. Deməli, elə bir bax 54-ün üstünə 2 gəlib 100 eləyib. Deyir ki, bax 54, 54 üstə gəl 2, 100 eləyib. Sonra deyir ki, sevdiyim qız məndən 15 yaş balaca idi və onun 15 yaşı var idi. Bu riyaziyyatçı yaşını hansı say sistemində ifadə etdiyini müəyyən edin. Baxaq, bunlardan deməli üçlük ola bilməz. Bunu elə avtomatik çıxırıq. Dörtlük olanmaz, 5 var, 5'lik olanmaz. Ya 6'lıq ya da 8'likdir. İndi baxaq. 54'ün üstünə 2'sini gəl. Baxın, 54 üstə gəl 2. Cavab eləyib necə? 100. Baxın, 4'ün üstünə 2 gəlib, 0 eləyib. Yəni 4'ün üstünə 2 gələndə necə eləyir? 6 eləyir. 6 nə zaman? 6-dan nəyə çıxanda 0 eləyir? 6-dan çıxanda. Demək, buradan elə tapdım ki, elə 6'lıqda, amma yenə də baxaq. 6-dan 6'sını çıxanda 0, 1 də yadda. 0, 1 yadda. 5 idi, 5 də 1 yadda idi, elədi 6. Amma bura 0 yazıb. Yenə 6-dan 6'sını çıxıb 0, bir də yadda, bir də qabağa yazıb. Demək, bu nəymiş? 6'lıq say sistemi imiş. 28. Verilmiş bərabərliklərin sağ tərəfinin ifadə olunduğu say sistemin əsasını müəyyən edin. Sol tərəf onluq say sistemindədir.
Baxaq, 2-nin üstünə 3 gəlib, neçə eləyib? 5. 5-i də 10 kimi yazıb. Demək, hansısa sistemidir? 5'lik. Bundan və neçənci dəfədir qarşımıza çıxır? 5'dir. 5'likdə, demək, daha doğrusu 5 rəqəmi 10 kimi harda, hansısa sistemində olur? 5'likdə. Belə birinciden tapmaq olur. 29'a baxaq. Onluq say sistemində verilmiş 32'nin kubu ədədini 8 say sistemində ifadə edir. Belə qarşınıza birazdan sonra daha çox çıxacaq bu suallar. 32'ni 2'nin qüvvəti şəklində yazıb sonra keçirməliyik. 32'ni 2'nin qüvvəti şəklində yazsam 2 üstü 5 eləyəcək. 2 üstü 5 və bu 3'ü də yazıram. 3. 3'də 5'in 15. Bu eləyir 2 üstü 15. 2 üstü 15. İndi mən 8'lik say sistemində ifadə etməliyim. Bu 8'lik say sistemində ifadə etmək üçün əslində 2 üstü 15 nə deməkdir onluqda? 2'likdə. 1 yanında 15 dənə 0. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Bu belədir. 2'likdə budur. İndi bunu deyir 8'likdə ifadə edir. 8'likdə də ifadə edir. Nə edir? 3 ayırırıq. 3 belə ayırırıq. Axırda nə qalır? 1'dir. Bunların hamısı 0'dır. 1, 0, 2, 0, 3, 0, 0, 0. Çünki heç bir 1 yoxdur. Bu amma bir dənə 1'dir də. Yəni 1 yanına 0 da artırsaq 1, 2, 4 elə 1'dir. Bu da 1'dir. 1 yanında demək istənə 0. 1, 2, 3, 4 dənə, 5 dənə. 5 dənə 0. A variantı edir. Bunu belə, yəni belə də yaza bilərsən, amma birdən çox olsa, 2'nin üzərində çox 0 olur, daha doğrusu qüvvət olsa, onda necə eləyəcəyik? Yəni həll eləmək düzgün olmaz axı. Ona görə nə edirik? 2 üstü 15'dir. Bu 15'i 3'ə böləcək. 3'ü ayırırıq axı. 15'i 3'ə bölürük. Neçə düşür? 5. Demək ki, mən bildim ki, 5 dənə sıfırımız var bizim. Amma 1'in yanında 5 dənə 0. Bax, belə tapacağıq. 1'dir, yanında 5 dənə 0. Bax, gördünüz, bayaq kimi 15 dənə 0 düzmədim. 1'in yanına onu bölmədim 300. Elə bir dəfə 15 dənə 0'ı 1, 1, 3, 3 ayırdım. Və 1'in yanına o 5'ni 3, 3 ayırınız. Neçə dənə oldu? Sıfırlar 5 dənə oldu. Və 1'in yanına qoyuram onu. Çünki burada 1 yanında 15 dənə 0. Amma mən təkcə sıfırları bölürüm. Yəni 1'i bölmürəm. 1'i sahib bölmürəm. Ona görə 1 yanında 5 dənə 0'dır. 30'a baxaq. Onluq say sistemində verilmiş 809 ədədini 16'lıq say sistemində ifadə edin. Deməli, 809'u yenə bayaqçı qayda 8'i 2 üstü kimi gətir. 2 üstü 3. Onun da üstünə 9'dur. 3 dənə 9'u neçə eləyir? 27. Yəni 2 üstü 27. Bax, görürsünüz. 1 yanında 27 dənə 0 yazmalısınız. Belə yazmalısınız. Sonra onu 16'lığa çevirmək üçün 4 belə bölməlisiniz. Demək, o da çox uzun başa gəlir də, yəni çox uzun olur. Və beyninizə qarışa bilər, səhvlik eləyə bilərsiniz. Ona görə belə 27'ni 4 bölürük də, hə? 27'ni demək nə eləyəcəm? Böləcəm 4'ə. Çünki 4 böləcəm onun sıfırlarını. 27'ni 4'ə böləndə neçə düşür? Deməli, 7 dəfə eləyəndə 28 düşür. Demək 6 dəfə də 7 dəfəyə olmuş. 6 dəfə 24. Hə, 6 dəfə düşür. Yəni 6 dənə 0 olur. 1, 2, 3, 4, 5, 6 dənə 0 olur. Neçə qalıq qaldı burada? Demək 6 4'ün 24 deyil, 3 qalıq qaldı. Yəni 3 dənə 0 artıq qalıb burada. Yəni 1'in yanında. O 27 dənə 1 var idi ha. Bunları sıfırları böldüm. 6 dənə elədim. Daha doğrusu neçə elədim? 7 dənə, hə? Yox, 6 dənə. 6 dənə elədim. Bu 3 dənə artıq sıfırı da qoyuram 1'in yanına, yenə çevirirəm. 1, 2, 4, 8. 4 ayırmaqla. Bu da nə elədi? 8. Demək ki, bunun yanında nədir? Sıfırların yanında. 8. 8 yanında 6 dənə 0. A variantı. Hələlik bu qədər bəsdir. Gələn dəfə qalanını izah eləyəcəm.